Salam, əziz fermerlər, hörmətli yeni təsərrüfatla məşğul olan insanlarımız. Biz sizə yonca toxumu təqdim edirik. Daha bu toxum bazarda alverçilərdən alınası toxumlardan deyil, şəxsən öz təsərrüfatımızda yetişdirilir. Bu toxumun hansı üstünlükləri var? Bu toxumlar 7 illik toxumlardır. Enli yarpaq yoncanın qarşılığından əmələ gəlmiş toxumlardır. Xüsusi qulluqla, desək, qulluq olunmuş toxumlardır. Həmən bu toxumlarda üstünlüklər nədən ibarətdir? Çıxış 98%-ə qədərdir. İçində heç bir qatqı yoxdur. Nəmə yetəri qədər nəmişliyə davamlıdır. Nəzərə alsaq ki, qarşıdan qış ayları gəlir, yağışın həddən artıq çox olduğu bir vaxtlardır. Fermerlərdə belə bir qorxu var ki, əkərik, yağış, suluyarıq üstündən yağış vurar, həmən toxumlar çürüyər. Amma bu toxumları həmən toxumlardan deyil, tam rahat şəkildə alıb əkə bilərsiniz. Respublikamızın bütün bölgələrinə, o cümlədən Bakı şəhərinə çatdırılma var. Toxumlarda heç bir qarışığı yoxdur. Toxuma xüsusi aqronom nəzarəti ilə əkilib, becərilir. İstəyən insanlarımız gəlib sahələrə də baxa bilər. Toxum tam keyfiyyətli toxumdur. Toxumun çıxış vaxtı isə 14-15 gün ərzində toxum yüksək dərəcədə keyfiyyətli formada çıxış əldə edir və biz onu da çəkib paylaşacağıq. Əkinin əkilmə vaxtına qaldıqda isə, əkin adətən payız aylarında əkilməlidir. Noyabrın sonlarına, dekabrın 1-ci 10 günlüyünə qədər yonca toxumu əkilib, belə desək, hazırlana bilər. Yazda əkilən toxumdansa, payızda əkilən toxumun üstünlükləri daha çoxdur. Nəyə görə daha çoxdur? Yonca toxumu öz kökün yerə vurmaqda payızda əkilən yonca toxumu, yazda əkilən yonca toxumuna nisbətən daha yüksəkdir. Bu da məhsuldarlığı 1-ə 5 artırır. Heyvandarlıqla məşğul olan insanlarımız alıb əkə bilərlər. 1 hektara 400-450 dənə ot piresi verir həmən bu toxumlar. Bu toxumlardan yetəri qədər istəsəniz var əlimizdə. Aşağıda səhifədə gördüyünüz nömrələrlə əlaqə saxlaya bilərsiniz. Toxumlara yerində də gəlib tanış ola bilərsiniz və çatdırılmamız da mövcuddur. Sözü gedən toxumların bir qismini sizə təqdim edirəm. Bəzi insanlarımız var ki, gələ bilmir, uzaq yoldur. Ya bu toxumlar beyləqan sortu toxumlardan seçilir. Nəyinə görə? Çünki bu toxumların qulluğu da xüsusi özünə məxsusdur. Və burada tikan, sarmaşıq, digər bitkilərdən belə desək, qarışıq ola bilməz, 100% yoxdur.